Hər kəsə salamlar. Sentyabr-oktyabr aylarında Bakıda olanda zaman-zaman lazım gəldiyi üçün metroya enirdim və səhər və axşam metroda ümumiyyətlə dəhşətli, yəni heç kəs, heç bir toplum buna dözməz. Ancaq ən dözümlü, ən belə deyək də artıq özündən vaz keçən toplumlar buna dözə bilər. Və həmin hallarda təsəvvür edin ki, insanlar səhər-səhər neçə dəfə nə qatarı yola salmalıdırlar, işə gecikirlər və belə olanda da insanlar bir-birini itələməli olurlar və bu zaman da elə bir vəziyyət olur ki, yəni orada ümumiyyətlə bir balaca xəstə, ürəyi zəif insan duruş gətirə bilməz. Amma yenə də mövcudluqlarını qoruyub saxlamaq üçün ki, işə getməlidir, bunun işi zadı var, məcburdur o basırığa özünü dürtməyə və bu zamanda bir-birini itələmələr olur. Belə bir hadisənin şahidi oldum. Deməli, bir orta yaşlı kişi bir gənci qabağa biraz itələdi ki, o da minsin. Çünki o da təbiidir. Yəni, hər bir kəs minmək istəyir metroya ki, işə geçsin. Gənc də buna qayıtdı dedi, başladılar bunlar sözləşməyə və gənc də buna qayıtdı dedi ki, sən ermənisən. Orta yaşlı adam da bu sözdən o qədər əsəbləşdi ki, halbuki onun əsəbləşəcəyi hal onun bu ölkədə bax bu cür vəziyyətə dözməyidir. Məncə ermənilərin metrolarında belə vəziyyət ola bilməz və çox maraqlıdır. Yəni ermənilərə qalib də gəldiniz, torpaqları da qaytardınız, amma yenə də ermənilərdən əl çəkmirsiniz. Bu da onu göstərir ki, sən aciz bir məxluqsan ki, öz həyatını düzəldə bilməyib, bunu bütöv bir, başqa bir toplumun üstünə yıxırsınız. Və mənim ermənilərə bir sualım var ki, sizin metrolarda vəziyyət necədir? Bu sualı rusçada verəcəm və hətta deyəcəm ki, bir video çəkib qoysunlar ki, bizdə və onlarda necədirlər. Ermənilərdə pis olsa, əksinə o təbii qarşılana bilər. Çünki ermənilərin bizim kimi üstü altı sərvətli ölkələri yoxdur. Bəlkə bu ölkəni onlara versələr, onlar burada yəqin ki, nələr yaradarlar. Çünki Sovet dövründə də onların Gəncədə, Bakıda, digər yerlərdə yaşadıkları evləri, onların orada yaratdıkları şəraiti hamımız görmüşük. Yəni Azərbaycanlıda da eyni elə binada yaşayırdı, erməni də. Erməni məsələn özünə orada hansı imkanlar varsa ondan özünə şərait yaradır. Məsələn, mən Bakıdakı evim satdığım ermənilərə məxsus imiş. Onlar birinci mərtəbədə olan evin altındakı padvalı gözəl bir otağa çevirmişlər. Qarşı tərəf mənzil də ermənilərin olub, onun da altında gözəl padval, yəni otaq kimi bir yer düzəltmişlər. Amma qalan Azərbaycanlıların evlərinin heç biri belə deyil. Beləliklə, Azərbaycanlının təhqir formasında başqasına erməni deməsi elə onun özünü çox gülünc və